Azərbaycanda xaricdə təhsil və beynəlxalq dil sertifikatları sahəsində növbəti mühüm və maarifləndirici layihəyə imza atılıb. Gəncəğaz xəbər verir ki, ölkədə təhsilin inkişafına və beynəlxalq inteqrasiyaya hər zaman böyük töhfələr verən, eyni zamanda Azərbaycanda ilk akkreditasiyalı PTE hazırlıq mərkəzi olan EdTe Global şirkətinin təşkilatçılığı ilə ingilis dili müəllimləri üçün PTE Teacher Training proqramı baş tutub. Tədbirə ev sahibliyi isə elə PT-nin rəsmi imtahan mərkəzi olan Dövlət İmtahan Mərkəzi edib və layihə Dövlət İmtahan Mərkəzinin elektron imtahan korpusunda reallaşıb. Tədbiri giriş sözü ilə açan Pearson İmtahan Koordinatoru Elnara Tağıyeva qonaqları salamlayaraq bu cür təlimlərin Azərbaycandakı ingilis dili müəllimlərinə tələbələri beynəlxalq imtahanlara daha effektiv hazırlamaq baxımından mühüm imkanlar yaratdığını vurğulayıb. Dünyanın ən etibarlı və nüfuzlu imtahan mərkəzlərindən biri olan PTE ilə Azərbaycan ingilis dili müəllimləri arasında körpü rolunu oynayan bu tədbir, yerli pedaqoqların peşəkar bacarıqlarını beynəlxalq standartlara uyğunlaşdırılması və maarifləndirmə işlərinin genişləndirilməsi məqsədini daşıyır. EdTe Global şirkətinin direktoru Mir Yusif Cavadzadə layihənin önəmini və rəhbərlik etdiyi qurumun maarifçilik missiyasını bu sözlərlə ifadə edib. EdTe Global olaraq artıq uzun müddətdir ki, hər ay tədbir etməyə davam edirik və maarifçilik tədbirlərimiz çərçivəsində biz universitetləri, mühüm qurumları Azərbaycana dəvət edib maarifçilik tədbirlərimizi davam elətdiririk. Bu gün burada qonağımız dünyanın ən etibarlı imtahan mərkəzlərindən biri olan PTE bizimlədir. Bu gün PTE ilə Azərbaycan ingilis dili müəllimləri arasında bir körpü rolunu oynayırıq. Azərbaycan ingilis dili müəllimləri artıq dünyada 5000-ə yaxın qurum tərəfindən, universitet tərəfindən qəbul olunan ən etibarlı imtahanlardan biri olan PTE imtahanlar necə yaxşı hazırlaşdırılmalı ilə bağlı teacher training alacaqlar, yəni müəllim treyninqi alacaqlar. O Azərbaycandakı ingilis dili müəllimləri artıq bu təlimdən sonra bu imtahana daha yaxşı səviyyədə tələbələrini hazırlaşdıra biləcək və dəyərlərinə dəyər qatacaqlar. Çox təəssüf ki, sayılarımız limitlidir deyə bu günləri təxminən 70-80 müəllimlə kifayətləndik, amma gələcəkdə bunu daha da böyütməyi istəyirik. Pearson PT-nin Türkiyə, Azərbaycan, Orta Şərq və Mərkəzi Asiya üzrə işin inkişafı koordinatoru Fatih Özbərən tədbirin praktiki nəticələrini və PT imtahanının qlobal populyarlığını diqqətə çatdırıb. Bugün Azerbaycan'da çok güzel bir etkinlik gerçekleştirdik. Azerbaycan'dan seçmiş olduğumuz 70 tane öğretmenimize PT öğretmen eğitimi verdik. Bu öğretmen eğitimi sayesinde başta Bakü olmak üzere tüm öğrencilerimize, öğretmenlerimiz çok güzel artık nitelikli ve akreditasyonu olan bir PT kursu verebilecekler. PT nedir diyecek olursak da özellikle yurt dışında eğitim başvurularında İngiltere, Almanya, İtalya, ve özellikle Azerbaycan'dan çok fazla kardeşlerimiz, dostlarımız da geliyor. Türkiye'deki üniversite başvurularında kabul edilen bir sınav, PT akademik sınavı ve bu gittikçe de popülerleşen bir sınav. Özellikle bununla da alakalı Azerbaycan'da çokça talep oluşmaya başladığı için biz bu organizasyonu yapmaya karar verdik ve şu anda artık Azerbaycan'da bu sınava öğrencilerini hazırlayabilecek 70 tane de öğretmenimiz bulunmakta. Avropa, Orta Şərq və Afrika bölgəsi üzrə PT-nin baş master təlimçisi Steve O'Farrell təlimin texniki üstünlüklərinə toxunub. Hi, I'm Steve O'Farrell, the PTE Master Trainer for EMEA, and we're here in Azerbaijan for the very first face-to-face foundation training in PTE. So what's this about? Well, it's about helping our educators to train them to assist their learners in order to pass or get their desired result in the PTE exam suite. So what does that entail? It means that we need to help our, first of all, educators to understand the test and to understand all of the question types in the test. And we will give them tips and hints. We will tell them how the test works, how the scoring works, and help them with all of those question types in order that they can be the best possible educators for their learners to assist them in getting the best result in their PTE. Rəsmi hissədən sonra tədbir tərəfdaşlar və iştirakçılar arasında işgüzar müzakirələr və coffee break formatında davam edib.
Təlim proqramının uğurla başa vuran bütün iştirakçı müəllimlər beynəlxalq statuslu rəsmi sertifikatlarla təmin olunublar. Qeyd edək ki, ETLI Qlobal şirkəti gələcəkdə də beynəlxalq təhsil imkanlarını və qlobal standartları əhatə edən bu cür maarifləndirici layihələrlə tələbə, müəllim və valideynləri dəstəkləməyə davam edəcək.